Əskərinin ayağını yuyan, ermənilərin səhər düzülüşünü videoya çəkən, alay komandirinin oğlunu girov gətirən Murov qartalı Raquf Orucov 1972-ci il iyulun 12-sində Ağdam rayonunun Cinli kəndində anadan olub. Atası İbrahim kişi kəndin qoçaq adamlarından idi və çox hökümlü olduğuna görə el arasında ona Teymurləng deyirdilər. Raquf çox sakit təbiətli və mülayim uşaq olub. Buna görə də anası Raya ona çox bağlı idi. Raquf da anasını o biri uşaqlardan daha çox sevirdi. Futbol azarkeşi olub. Qonşu Xaçın Qərbənd və Əliyağa kəndinə futbol yarışlarına gedərmiş. Futbolda onun sakit təbiətindən əsər qalmazmış. Çox çılğın oynayar və məğlubiyyəti qəbul etməzmiş. Bir dəfə uduzduğu üçün rəqib komandada oynayan qardaşını döymüşdü. Qarabağ müharibəsi başlayanda Raquf Orucov Özbəkistanda əskərlikdə idi. Hadisələr barəsində eşidəndə qaçıb Azərbaycana gəldi və mərhum Allahverdi Bağırovun batalyonuna yazıldı. Yaşından uşaq göründüyü və fiziki cəhətdən balaca olduğu üçün atası onu yazı işləri üzrə köməkçi qoydurur və dönə-dönə tapşırır ki, döyüşlərə getməsin. Lakin Raquf təcili yardım maşınına minib döyüş səngərinə gedir və əskərlərdən avtomat alıb döyüşürmüş. İlk ağır döyüşlərə Aran zəmində və Fərrux dağında girib, ayağından qəlpə yara salıb və ömrünün sonunacan o qəlpələri çıxarmayıb. Hər dəfə əməliyyat təklif olunanda deyirmiş ki, müharibə hələ qutarmayıb, bəlkə yenə yaralandım. İnşallah qismət olsa, hamısını bir yerdə eləyəcəm. 1993-cü ilin yayında ermənilər Cinliyə hücum eləyərkən anası Raya xanım şəhid olur və meyidi atəş zolağında qalır. O vaxt Raquf Orucov Abdal Gülablı istiqamətində döyüşlərdə idi. Xəbəri eşidən kimi gəlir və gecə tək başına gedib anasının meydini çıxarır. Anası Çulluda dəfn olunur. 7-si çıxmamış Çullu, 40-ı çıxmamış Ağdam alınır. O, döyüşlərdə fərqləndiyinə görə zabit olması üçün ali məktəbə göndərilir. Bu həm də Raqufun arzusu idi. Çünki anasının uyuduğu torpaqları düşməndən azad etməyə and içmişdi. Təhsilini bitirən kimi leytinant rütbəsi alır və Murova kəşfiyyat xidmətinin bölük komandiri təyin olunur. Raquf Orucov Murovda işlədiyi 5-6 il ərzində 40-dan artıq iri miqyaslı kəşfiyyat əməliyyatı keçirir və heç vaxtda deşifrə olunmur. O zamanki komandiri Fəxrəddin Cəbrailovun dediyinə görə o Murovun Kəlbəcər istiqamətinin ən incə detallarınacan xəritəsini çıxarmışdı. Həmin vaxtlar müharibə başlasaydı, Azərbaycan ordusu hara hücum etmək, harda nəyi vurmaq lazım olduğunu ovuc işi kimi biləcəkdi. Raquf Orucov öz əməliyyatlarından illər sonra da bir kəlmə belə danışmayıb və bu əməliyyatların ikisi şəhidlərin danışıqları hesabına çox məşhurlaşıb. Birinci əməliyyat 1995-ci ildə keçirilib. Murovda 6 əskərimiz dumana düşüb və azıb. Üstəlik də ermənilərin əlinə keçib. Nə qədər danışıqlar aparılsa da, ermənilər ayağını yuxarı qoyur. Girovları azad eləmək müqabilində çoxlu pul və neft istəyirlər. Belə bir vaxtda bizimkilər də girov gətirmək məcburiyyətindədir. Raquf Orucov Kəlbəcər üzərinə keçir, lakin hərbi hissələrdən əskər çıxara bilmir. Vəziyyətin qəlizdiyini görən komandir Ermənistana, Göyçə mahalına keçir. 3 nəfər götürüb Gədəbəyə gəlir. 3 nəfərin biri 13 yaşlı uşaqdır. Biraz sonra məlum olur ki, uşaq ermənilərin alay komandirinin oğludur. Bu hadisədən sonra psixoloji üstünlük Azərbaycan tərəfinə keçir və ermənilər uşağın azad olunması üçün yalvarmağa başlayırlar. İkinci əməliyyat 1998-ci ildə keçirilir. Raquf Orucov rəhbərlik elədiyi kəşfiyyat qrupu ilə Kəlbəcərə gedir və Dəmirşidam yaxınlığında yerləşən erməni hərbi hissəsinin əskərlərinin səhər düzülüşünü videoya çəkib gətirir. Bu, Qarabağın hərb tarixində ilk belə hadisə olduğu üçün dillərdə gəzir. Məhz bu kimi qəhrəmanlıqlarına görə ona Murov qartalı ləqəbi verilir. Haqqında isə əfsanələr dolaşır. Salam zəhmət gəlin. Bizi 31 dekabr Dünya Azərbaycanlı Beynəlxalq Əməliyyat Xidmətində təbrik edirəm. Qurban. Cəzadan gəldim. Mən sizi partinin münasibətlə təbrik edirəm. Sağ olun. Bu kiçik hədiyyəni alacaqla mənim adımı çox qəbul edirəm. Çox. Görürsünüz ki,
Belə bir, İnşallah abartması belə bir günü böyük vəzifələrdə çəkir. Çox sağ ol. Sağ ol. bizi gelsin, büyük büyük tebriklerini gelsin yavrusu. Büyük günlüğü kişi dostu, büyük günlüğü. Qəbul edirəm. Çox sağ ol. Murovdan sonra Raquf Orucov Şəmkirdə, Ağcabədidə, Ağdamda yüksək vəzifələrdə işləyir. Komandiri olduğu hərbi hissələrdə ədalətli davranışı, əskərlərə qayğısı və məsuliyyəti ilə seçilir. Həyat yoldaşı Sevinç Əlizadənin dediyinə görə, Raquf Orucov tətil günlərində də evdə qalmırdı. Səngər üçün darıxırdı. Hərbidə olduğu 25 il ərzində heç vaxt hərbi səhra formasını dəyişdirməmişdi. Nişanlı olduqları vaxt Sevinclə görüşə gedəndə qardaşı ona kostyum və köynək alır. Görüş vaxtı Sevinç xanım ona baxanda gözlərinə inana bilmir. Köynəyin boynundakı kartonu çıxarmayıbmış. Evli olduqları vaxt bu hadisəni Raquf Orucovun yadına salıb zarafatlaşmaq istəyəndə onun cavabı lap maraqlı olur.